Salam əziz dostlar və dəyərli izləyicilər. Bir dostumuz YouTube kanalında paylaşdığım IELTS Reading taktikalar izahından sonra belə bir mesaj yazdı ki, müəllim izahlarınız çox aydındır və writing ilə bağlı videoları görmək istədik. Və qərar aldım ki, artıq yavaş və writing videoları da paylaşım və burada ilk hissə paraphrasing hissəsindən başlamaq istəyirəm. Bütün tələbələrin qorxduğu, amma ki, deyərdim ki, mənim bütün tələblərimin daha rahat yazdığı hissədir. Çünki burada çox çətinləşdirməyərək, examinerə rahat dildə fikrimizi izah etməliyik. Və sual yaranır ki, biz bunu necə bacaracağıq? İndi mən sizlə bunu bir yerdə işləyəcəm. Deməli, belə bir writing deyək ki, hissəsində, task plan hissəsində maps hissəsi verilir. Məqaid bir introduction hissə verilir. Detool maps ilə başlayırsa, mən bunu maps hissəsi ilə saxlamağı düşünürəm. Writing hissəsində below sözü ümumiyyətlə olmur. Yəni, introduction hissəsində below sözünü çıxarmalıyıq. Çünki sizin writing-inizi yoxlayan examiner əlin altında hər hansı bir qrafik olmur və daha sonra əlin altına keçir qrafik və o sizin yazdığınızdan qrafiki uyğunlaşdırmağa başlayır. Yəni, below sözünü hər hansı bir sözlə burada dəyişdirməyə, necə deyərlər, ehtiyac yoxdur. Bunun altını bax, beləcə bunu ümumi qoyuram. Yəni, biləsiniz ki, buna ehtiyac yoxdur. Gəldim indi digər məsələyə. Show hissəsini isə mən hamının bildiyi illustrate ifadəsindən dəyişərəm. Yəni, çox qısa konkret. Writing hissəsində, paraphrasing hissəsində mənanı dəyişməyərək, məna çalarlarını artıraraq, daha qüvvətli eləyərək ifadə əlavə edə bilərsiniz. Mən burada deməyin ifadəsini əlavə edərək change sözünü daha yaxşı bir ifadə ilə alteration ifadəsini dəyişirəm. Amma in town of Denham'dan əvvəl mən bura belə bir hissə də əslində əlavə edə bilərəm. Məsələn, əlavə edə bilərəm ki, hansı ki, baş verir. Bu, özümdən əlavə edədiyim bir ifadədir. Baş verir. Amma şəhər ifadəsini dəyişəcəm, yoxsa dəyişməyəcəm. Bununla bağlı bəzən tələbələrin mənə verdiyi bir söz var ki, müəllim, biz town sözünü city ilə dəyişə bilərik. Əsla yox. Çünki burada uyğun gəlməyəcək. Town daha çox kiçik şəhərləri bildirən bir ifadə olduğu üçün, ona görə də burada spesifik şəkildə verildiyi üçün elə eyni formatda saxlayıram. Burada 1986 və indiki günə qədər olan hissəni verir. Mən isə bunu daha rahat şəkildə between, deməli, belə dəyişirəm. 1986, yəni 1986 and the present D ifadəsindən dəyişirəm. Əlbəttə ki, çox ifadələrini dəyişmək olar, amma mən eyni saxlamağı daha üstün edirəm. Gəlin baxaq, rahat 8 ballı bir paraphrasing elədik. The maps eyni saxladıq, 2-ni çıxartdıq, xəritələr bölməsi saxladıq. Show-nu illustrate ilə dəyişdik. Əsas dəyişikliklər adlı the main qüvvətləndirici ifadə gətirdim. Hansı ki, baş verib təyin elədim. In town of Denham'ı eyni saxladım. Digərini isə müəyyən qədər bitkindən əlavə elədim. Bu, daha çox və daha yüksək bal ala biləcək bir paraphrasing qaydasıdır. Ümid edirəm ki, aydındır və siz də öz paraphrasing necə deyim, yazılarınızı kommentar yataraq məndən dəstək ala bilərsiniz. Çox sağ olun.